əhli şirk, yəni şirk əhlinin əməlini etmiş olar. Onlara özünü oxşatmış olar. İz kânət əymənuhum bi əbəihim. Çünki müşriklərin, o şirk əhlinin andları atalarına and içirdilər. Və Allahdan qeyri nələrə ibadət edirdilərsə, Allahdan qeyri ibadət etdiklərinə onlar and içirdilər. Müşriklər İslamdan əvvəl onların adəti belə idi. Və təəssüf ki, indi bəzi müsəlmanlar da özlərinə müsəlman desələr də, lakin Allahdan qeyrilərinə and içirlər. Hər hansı bir övliyaya. Və daha da müsibəti odur ki, övliya olmayan, sağlığında heç Allaha ibadət etməyən birisi ölüb, qəbirdədir, indi ona and içirlər. Və müşriklərin əməli idi bu ki, onlar atalarına və yaxud da başqa Allahdan qeyri ibadət etdiklərinə and içirlər. Yəni, beləcə insan and içərək şirk qoşur, yəni and içdiyini təzim etməklə, təzimə layiq olmayan, yəni Allah səviyyəsinə qaldırması layiq olmayan birisini Allah səviyyəsinə qaldırmaqla şirk qoşmuş olur. Çünki andlar yalnız Allaha içilməlidir. Allahın adına and içilməlidir. Allahdan qeyrisinə and içən başqasını təzim etmiş olur. Halbuki heç layiq deyildir. Allahdan qeyrisini təzimdə Allaha şərik qoşur, Allahla bərabər təzim etməklə. Və alimlər deyir ki, sahabələrdən də olmuşdur, hansı ki, Abdullah ibn Omar deyir ki, atası Omardan, ki bu Omarın andı idi. Eləsi var idi ki, yeni idi İslamda, hələ yəni, dilləri tam uyğunlaşmamışdı və dil sürüşərək bəzən Allahdan qeyrisini and içirdilər və tez La ilahə illallah kəlməsini söyləyirdilər ki, bunun əksi olaraq, çünki günahlar, Allah təala buyurur ki, İnnəl həsənət yudhibnə seyyiət, həqiqətən yaxşılıqlar pislikləri yuyub aparır. Və Allah Rasulü sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, İttəqillah haythumə kuntə, harda olsan Allahdan qorx, təqvalı ol, əmrləri yerinə yetir, qadağanlardan çəkin. Və ətbi seyyiətəl həsənətə muhə, və bir pislik etsən ardınca yaxşılıq et ki, onu silsin, onu yusun. Və alimlər deyir ki, yəni əgər insan bir günah edibsə, onun müqabilində, onun qarşılığında bir əməl etsin. And içərək, Allahdan qeyrisinə and içərək onu dilinə gətirirsə və dili ilə la ilahə illallah deyərək bu şirkin əksi olan tövhid kəlməsini söyləyir ki, bu günaha kəffər olaraq. Və yenə Allah Rasulü sallallahu əleyhi və səlləm buyurur ki, la yahlifu abdun ində hədəl minbəri alə yeminin əthimə. Hər hansı bir qul bu minbərin yanında, Peyğəmbər sallallahu əleyhi və səlləm öz məscidində öz minbərini göstərir. Hər hansı bir qul bu minbərin yanında günahkar bir and içərsə, hətta yaş sivaka olsa belə, ona cəhənnəm vacib olar. Yəni, hər kim and içərsə bu minbərin yanında, hətta yaş sivak olsa belə, günahkar bir and içərsə, onda o insan cəhənnəm əhlində olar. Yəni, bütün bu dəlillər bildirir ki, insan dilini qoruması vacibdir. Çünki insanı üzü üstə cəhənnəmə aparan dili ilə biçdikləridir. İstər qadın, istərsə də kişi olsun. Hər birisi evində, məsciddə, küçədə, yolda, işdə, harda olsa, yəni dilinə diqqət etməli, dilini qorumalıdır. Və ömür də qısadır. İnsan bilmir ki, ömür nə vaxt tamamlanacaqdır. Və sonra gəlir növbəti böyük günahlardan 24-cüsü, o da qalsın başqa vaxtda. Və Allah təalədən istəyirəm ki, bizi eşitib yaxşısına tabi olanlardan etsin. Və Allah təala bizi bütün günahlardan qorusun. Həm böyüyündən, həm də kiçiyindən. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədə ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.